Bismillahirrahmanirrahim. Salam, əziz və hörmətli izləyicilər, xoş gördük sizi. Allahın salamı olsun sizə, hər vaxtınız xeyir olsun bu sübhün bıçağında. Etdiyiniz dualar qəbul olsun. Bizim əziz mənəvi ziyafət proqramının daimi izləyiciləri və yeni qoşulanlar. Əziz ruhanimiz Hacı Ramil Bədəlovun yeni də söhbətlərini eşidəcəksiniz, yeni də suallarınızı gözləyirik sizdən. Hacımız, buyurun salamlaşın. Salam aleykum. Xoş gördüm sizi Oktay müəllim. Var olduğun və izləyicilərimiz bir daha salamlayıram. Allah sizləri qorusun. Dualarımız Allah dərgahında ali dərəcədə qəbul olsun. Amin ya Rabbel aləmin. Əsma-ül Hüsnanın şərhini, Allahın gözəl adlarının şərhini eşidirik hər gün olduğu kimi. Bu mövzu ilə əlaqədar suallarınızı gözləyirik sizdən. Proqramın müəyyən bir hissəsindən sonra suallarınıza cavablar olacaq və digər sualları da hazırlaya bilərsiniz əqidəvi və əxlaqi mövzularla bağlı. İndi isə hər gün olduğu kimi yenidən Hacının söhbətlərini eşidirik. Buyurun Hacı. Təşəkkürlər. Bəli, mövzumuz Əsma-ül Hüsnadır, amma Ayətül Kürsünün içində biz Allah adlarını şərh edirdik. Ayətül Kürsü də çox mühüm bir ayə olduğu bəllidir və tövsiyə olunub bunu gün ərzində oxuyaq. Bunlar haqqında danışmışıq. Artıq 4-cü gündür ki, biz Ayətül Kürsünü şərh edirik adları əsasən. Və dünən bu yerə yetişdik. Ləhu mə fis-səmavati və mə fil-ard. Göylərdə və yerdə hər nə varsa ona məxsusdur. Mən zəlləzi yəşfəu indah illa bi-iznih. Kimdir şəfaət edən o izin verməsə? Kim şəfaət edə bilər o izin verməsə? Hələ bunu İnşallah bugün izah edəcəm. Amma ləhu mə fis-səmavati və mə fil-ardı dünən gecə belə izah etdik ki, bütün külli xilqətin, külli yaradılışın həm maliki, həm məliki Allahdır. Malik, yəni sərvətin sahibi, mülkün sahibi. Məlik, yəni iqtidar və qüdrət sahibi. Həm məlikdir, həm malikdir, həm mülk ona məxsusdur, həm qüdrət ona məxsusdur. Ləhu mə fis-səmavati və mə fil-ard hər ikisi. Yaxşı. Çünki əgər həqiqətən malikdirsə, eyni zamanda da məlikdir. Bir sözlə, hər şey onun əlindədir. Onun izni olmadan heç bir şey aləmdə təsirə malik deyil. Hətta bizim ixtiyarlı yaşamağımız, onun izni ilə də o izin verir bizə ki, ixtiyarlı yaşayaq. Ona görə bəşər ixtiyarını tuğyan edir, zülm edir. Amma o ixtiyar iznini, yəni ixtiyarlı yaşa, bu izni kim verir? Allah verir. Deməyim ona qədər üsyan elə. İxtiyar verir, bu üsyan edir. Eləməzsin də. İnşallah bir vaxt geniş o mövzulara toxunarıq. Bəli, bu mövzu müddətdə mən toxunaraq dedim, özün həqiqəti kitabında yazmışam. Müraciət eləsinlər o kitabı, orada bu mövzunu geniş danışmışam. Toxunmuşam orada. Və elə buna görə də növbəti ayədə Allah Teala nə buyurur? Əgər malik mənəm, məlik mənəm, mülk mənə məxsus, iqtidar və qüdrət sahibi mənəm, mən zəlləzi yəşfə indah illa biznih. Kim mənim iznim olmadan şəfaət edə bilər ki, qüdrət məndədirsə əgər? Bu cümlə əslində Allahın qəhrini bildirir. Qəhr kəlməsi bizim leksikonda da var da. Qəhhar, qahir. Quranda keçib Allahın isimlərindən biridir. Qəhrinin bildirir nə mənada? Hər şey Allahın qüdrət və nüfuzu altındadır. Bu sözlər bizə bunu ima edir, işarə edir və başa salır. Hər şey Allahın qüdrət və nüfuzu altındadır. Qəffar hissi yəni bu, qəhhar ismi. Yəni, hər şey onun qüdrət əlindədir. Amma bu qüdrət zülmə əsaslanmır. Adamlar qüdrəti var, zülm edir. Düz? Bu qüdrət zülmə əsaslanmır. Nəyə əsaslanır? Hikmətə. Ayə bax. Və huvəl qahir. Allah qahirdir, yəni qəhhardır. Fəvqa ibadihi. Bəndələrin üzərində. Davamı necə qutarır? Və huvəl həkimul xəbir. Bütün bəndələr onun qəhri və nüfuzu altındadır. Bu qəhr və nüfuz və qüdrət hikmət və agahlığa əsaslanır.
hikmətlə qüdrətini nümayiş elətdirir. Daha qüdrətliyəm, vurum, yıxım, dağıdım, yox. Hikmətlə qüdrət və səltənətin qurub. Qüdrət hikmətə əsaslanır. Bu çox mühümdür. Bu, Allahın adlarını izah edərkən deyəcəyim sözdür. Baxın, biraz qəhhar adını biraz izah edeyim, biraz da açım. Quranda 2 dəfə qahir keçib, 6 dəfə qəhhar keçib. Qəhhar daha şiddəti bildirir. Qəhhar yəni nə? Yəni, həmən qüdrəti ilə əta eləyir, qüdrəti ilə kimdənsə alır, kimsə nəsə verir, verəndən sonra aciz dör ala bilər, alır. Belə də daha verdi ala bilməz. Belə deyil, məsələn, daha odu belə yaradıb ki, yandırsın, bir gün onun səbəbliyini əlinə ala bilməz. İstəsə alar, gülüstən alar. Yadullah məğlulə, bəziləri deyirlər axı, Allahın əlləri bağlıdır. Bunun bir izahı budur ki, yəni sistem qurulub müdaxilə edilməz. Allah qəhhardır. Qəhhardır yəni nə? Qüdrəti ilə əta eləyib, qüdrəti ilə alar. Yaxşı. Qüdrəti ilə sıxar, qüdrəti ilə açar. Allahın adlarına bir basit, qabiz. Qüdrətlidir. Qüdrəti ilə həyat verir, qüdrəti ilə can alar. Həm cəlalı var, həm cəmalı var. Baxın ayə, buyurur ki, وَهُوَ الْقَاهِرِ Allah qəhhardır. Qüdrətlidir, nüfuzludur, fəvqə ibadihi. Bütün bəndələr üzərində. Sonra nə deyir? يُرْسِلْ عَلَيْكُمْ حَفَزَ Allah mələkləri göndərir, qoruyur sizi. Hətta izə cəə əhədəkumul mevt təvəffəthu rusuluna. Amma düzdür, mələklər göndərib səni qoruyur. Vaxtı çatanda mələyə göndərir, canlı alır. Özdə o mələk və hum la yufarritun, nöqsan eləməzlər. Allahın işinə nöqsan yaratmazlar. Qəhhardır, can alır. Qəhhardır, canı alır. Qəhhardır, can verir. Qəhhardır, can alır. Qəhhardır, nəsə lütf edir. Sonra nəsə alır. Qəhhar yəni geniş mənada. Yaxşı. Xülasə, hər şeyin sahibi olduğuna görə, hər şey onun qəhri və nüfuzu altında olduğu üçün, mütləq qüdrət ona məxsus olduğuna görə, Allah buyurur ki, Mən zəlləzi yəşfəu indah illa biznih. Bir halda ki, qüdrət məndə, malik mən, məlik mən, qahir mən, qəhhar mən, hər şey mənim əlimdədir, hər şey mənim əlimdədirsə, izin də mənim əlimdədir, izin əgər mənim əlimdədirsə, mənim iznim olmadan kim şəfaət edə bilər ki? Heç kəs. Bu, gəldim əsasda mövzumuza. Yaxşı. Yəni, Allahın izni olmadan Ayətül Kürsü bizə deyir ki, şəfaət mümkün deyil. Şəfaət nədir? Şəfaət nədir? Baxın, şəfaət şəf kəlməsindən götürülüb. Dodağa da şəf deyərlər. Deyəcəm niyə? Şəf yəni cüt, dodaq. Yaxşı. Vətr sözünün, vitr sözünün müqabilidir. Vitr təkə deyirlər. Biz gecə namazında vitr qılırıq. İndi qılanlar ki, qılır. Buyururlar, vitr namazı, şəf namazı. Şəf nədir? Sonda 2 rikət şəf namazı qılır. Sonra sonda 1 rikət vitr qılır. 2 rikət, 1 rikət. Quranda da keçib. Və şəf evvəl vətr. And olsun cütə, and olsun təkə. Bəzə deyirlər, bu gecə namazını and içir Allah Teala. Vitri Allah and içir. Allah o şəf namazını and içir. Gör, nə qədər mühümdür. O sənə gecə vaxtı durub əl-əf dediyin namazı Allah and içir. Qurban olum Allaha. Deməli, şəf nədir? Cüt. Vitr nədir? Yəni tək. İmam Hüseyin üçün də keçib. Əssəlamu aleyki ya sarəllah və binə sarihi vəl vitrəl məftur. Salam olsun sənə Hüseyin, tək qaldın tənha. Hamısı getdi. Əbəlfəzün getdi, Əli Əkbərün getdi, səhabələrin getdi, Qasimün getdi. Axırda tək qaldın, vəl vitrəl məvtur. Həmən vəziyyətdə amma neynədin? Rizən bi qəzaik, təslimən limə əmrik, la məbudə illa sivak. Orada da ümidin üzülməyib sənin. Tək qalmısan, tək olan Allaha o qədər bağlanmısan ki, üzündə zərrə qədərin narahatçılıq görünmür, məyusluq bilinmir. Ayşdə səidən.
xoşbəxt yaşadın, səid yaşadın. Görünən budur ki, səid olmaq bu demək deyir ki, adam başına bəla gəlməməlidir, gəlir səid yaşamaq üçün. Bəlanın içində səid yaşadın. Mittə qəribən, qərib halda şəhid oldun. Yaxşı. Şəfaət nədən götürüldü? Şəf kəlməsində. Şəf nəyə deyildi? Cüt, ikilik. Yaxşı. Aha, bu başa düşsün ki, qardaşlarım, bacılarım, bu mövzunun üstə çox danışırlar. Şəfaət boş söhbətdir. Görək elə boş söhbətdir. Mən Qurandan çıxmayacağam kənara. Baxın elə Quranla danışacağam inşallah Allahın lütfü ilə. Niyə bəs ona niyə bu kəsə, məsələn, bir nəfər şəfaət eləyəni niyə deyirlər? O kəs şafidir, şəfaət eləyəndir. Çünki şəfaət eləyən, şəfaət olunanın yanına keçir. Məsələn, bir nəfər şəfaət eləyir Peyğəmbər. Tutaq ki, imam. Kimi? Ümmətdən bir nəfəri. Şəfaət edən, şəfaət olunanın yanına keçir, onun əlindən tutur, ona kömək eləyir. Nəticədə nə yaranır? İkilik. Vitr oldu nə? Şəf. Bu tək idi, zəif idi, ibadətləri o qədər ürəkçan deyildi və s. Peyğəmbər keçdi, imam keçdi, hələ bu qədər deyirəm də, bundan artıq sözlərdir. Yandı bunun yanında, əlindən tutdu, bunu aparır, ona deyirlər şəfaət. Çünki cüt yarandı artıq, ikilik yarandı artıq. Bu qədər davam edir. Quran prizmasından şəfaət mövzusunu araşdıraq. Görək, Quran nə deyir? Hər ayə oxuyub qardaşlarım, bacılarım, gördünüz, bir nəfər durub elə, dindən o qədər məlumatı yox, sahəsi başqadır, valla sahəsi başqadır. Görürüz, bir dənə ayə götürüb, ayə deyir, sən tez şəkkə, şübhəyə düşmək, onu saxla, onun sözünü qoy kənara, o mütəxəssis deyil ki. Biz gəl müraciət edək, görək, məsələn, Quran təfsirlərinə görə mütəxəssislər nə deyir? Hər sahənin öz adamı var. İnsan, sən xəstələnmirsən, biri deyir, nə bilim, get filan otu qaynat, çay içkinən. Biri deyir, məsələn, getkinən, yatkinən yaxşı olursan. Biri deyir ki, sənə filan yeməyi düzələcəksən. Biri dərman verir. Bunların hamısını qulaq asacaqsan. Yox, kimə gedirsən? Həkimə. Din nə belədir? Çox deyir, maşallah, bu gün hamı ayə deyir. Baxırsan, dəxli yoxdur ya. O sahəyin ayəti yoxdur, valla, başqa sahəsi var. Siz o adamı niyə sözünü götürürsünüz? Adama deyirlər, hə? Mənim işim sizdən deyil. O götürən, nə işiniz var onunla? O mütəxəssis deyil. Və elə adamlarda mənim özümün sözüm var. Çalışın, siz bu sahələrə müdaxilə eləməyin. Hə, deyin, sual verin, başqa məsələ. Amma siz bu mövzular haqqında danışmayın, bu sizin sahə deyil. Yəni, Quran prizmasına, şəfaət mövzusuna baxaq. Quran nə deyir? 1. Bəzi ayələrdə qeyd olunur ki, şəfaət yoxdur. 1-ci ayə. يَوْمَ لَا بَيْءٌ فِيهِ وَلَا خُلَّ وَلَا شَفَاعَ وَلَا شَفَاعَ. O gün şəfaət olmaz, yoxdur. Bir ayə belədir. Nə mənada yoxdur? Hansı mənada yoxdur? Yəni, müstəqil mənada yoxdur. Yəni, şəfaət məxsusdur Allaha, mütləq mənada. Müstəqil qüdrət odur. Ondan siva, ondan başqa, onun kənarında heç kəs müstəqil qüdrət deyil. Şafi, məsələn, xəstəyə şəfa verən, yalnız odur. Onun müqabilində deyil həkim. Onun izni iləndir, onun məzhəridir. Qüdrətli yalnız odur. Onun yanında kimsə qüdrətli deyil. Qüdrəti ondan alır. Hər şey ondan alır. Allah ki, deyir, yoxdur, yəni mənada, yəni müstəqil yoxdur. Yaxud belə deyim, yəni, niyə yoxdur? Çünki onun qabiliyyəti yoxdur qarşı tərəfin ki, şəfaət olunsun. Məsələn, Quran-ı Kərim buyurur, və maliz zaliminə min həmimin və lə şəfiyin yuta'a. Zalimlara şəfaət yoxdur. O kəs ki, bəşəriyyətə qənim kesilib, zülm eləyir, ona şəfaət yoxdur ki. Ayə nə mesaj verir bizə? Deməli, bir qrup insanlara nə yoxdur? Şəfaət yoxdur. Bu ayəni o ayəyə yanaşı qoyanda, sanki Allah demək istəyir ki, mən deyəndə yoxdur, belələrinə yoxdur ya. Hələ tələsimə qərar verməyəm. Sən mənim sözümü axıra qədər oxu. Sən mənim fikrimi axıra qədər qulaq as. Mənim sözümün əvvəlini götürüb getdin. Hara getdin? Quranın əvvəldən axıra qədər Allahın sözüdür. Sən Quranı əvvəldən axıra qədər bax, hədislərə bax. Mən hələ hədislərə keçməmişəm. İkinci, Quran nə buyurur? Birinci nə dedi? Müstəqil yoxdur. Yəni, hər şey Allah'a məxsus. 2. Quran buyurur, şəfaət Allahın izni ilə var. Sonra dedi, yoxdur. Görünən budur ki, məxsus adamlara yoxdur. Görünən budur ki, müstəqil
qüdrət onun kənarında mümkün deyil, şafi olsun. İndi ayə bax, buyurur, ma min şəfiin illa min bə'di iznih. Allahın izni ilə bir nəfər şəfaət edə bilər. Aha, bu ikinci ayə. 3. Kimlərə Allah şəfaət eləmək səlahiyyəti verib, izni verib, kim şəfaət eləyə bilər, tutar ümmətin əlindən Allaha çatdıra bilər? Kim? Ayə baxın. Və la yəmlikullezine yəd'un min dunihi şəfaə. Sizin çağırdığınız bütlər şəfaət eləmək səlahiyyətinə malik deyil. Biz kim malikdir? Ayənin davamı. İlla mən şəhidə bil haqq və hum ya'lam. Bu səlahiyyədə haqqı müşahidə edən, həqiqəti şühud edənlər sahibdir. Yəni, Allahdan qeyriləri də var. Ayə deyir. İlla mən şəhidə. O adam şahiddir haqqa. Haqqı müşahidə edir, haqqı şühud edir, həqiqəti müşahidə bir sünədir. Bir var bilirəm, bir var müşahidə edirəm, görürəm, həqiqətləri görürəm. İndi mən Qurandan çıxardım, kimlər görüb? Kim şəfaət edə bilər Quran bayəsindən əsasən? O kəs ki, haqqı, həqiqətini inəyib, şahid olub, müşahidə edib. İndi sizə bir dənə ayə edirəm, başqa ayə. Peyğəmbər narahat olma, səni danırlar. Deyirlər, Peyğəmbər deyilsən. Kəfa billahi şəhidən. Mən şahidəm ki, sən Peyğəmbərsən. Sonra, Peyğəmbər bir nəfər də var, o da şahiddir, sən Peyğəmbərsən. Kəfa billahi şəhidən beyni və beynəkum və mən indəhu elmul kitab. Kitabı tam mənada bilən bir şəxs var. O şahiddir ki, sən Peyğəmbərsən. O şahiddir ki, sən Peyğəmbərsən. Ayədir də. Deməli, elə bir adam var. Özdə o şahiddir ki, sən Peyğəmbərsən. O demir, o bilir sən Peyğəmbərsən. Çoxları bilirdi Peyğəmbərdir. O şəxs kimdirsə, şahiddir ki, Peyğəmbər Peyğəmbərdir. Peyğəmbərin Peyğəmbərliyinə, nübüvvətinə şəhadət verir. Şahiddir, müşahidə edir Peyğəmbərin Peyğəmbərliyini. O kimdir? O Əmir-ül-Möminindir. Bütün əhl-i sünnə mənbəsinə də baxın, Şiə məzhəbinə də baxın. Kimdir? Əlidir, deyir, harada? Peyğəmbər Hira mağarasında olanda, Peyğəmbərə Peyğəmbərlik veriləndə, Cəbrail nazil olanda. Əhsən, iqra bismi rabbikəl-ləzi xalaq xalaqəl insanə min ələq. İqra və Rabb, o ayə ki var 5 dənə. Orada dedi, Peyğəmbər qayıtdı ki, Əli, mən gördüyümü sən də gördün, mən eşitdiyimi sən də eşitdin. İlla ki, ləstə mürsələn, sən Peyğəmbər deyilsən, düz deyil. Amma mən gördüyümü gördün, mən eşitdiyimi eşitdin. Yəni, sən şühud elədin. Yəni, sən şahid oldun ki, mən Peyğəmbərəm. Nəinki sən bildin mən Peyğəmbərəm. Sən Peyğəmbərliyimi müşahidə eləmsən. Çünki Peyğəmbərliyi müşahidə eləmsən, illa mən şəhidə bil haqq, şəfaət eləyəcək. O kəs ki, haqqa, həqiqətə şahid olub. Möhtəşəm, möhtəşəm. Quran deyir, Əli şəfaət eləyər. Əmir-ül-Müminin canımız fəda olan şəfaət edər. Və bütün müsəlmanlar da bunu etiraf edirlər ki, Əli əleyhissalamla Peyğəmbər namaz qılırdı. Dünyada iki nəfər. Sonra xanım Xədicə qoşuldu. Bəli, sonradan. Çox gözəl, qəşəng. Bir dənə də şəfaət eləyən sizə deyim. Allah Teala Quranda buyurur ki, وَجِئْنَ بِكَ أَلَا هَاُولَاءِ şəhid. Ay, Peyğəmbər, səni şahid göndərmişəm, küll aləmə. Deməli, Peyğəmbər də şəfaət edir. Bir dənə də ayə deyirəm sizə. Qul i'məlu səyərallah əmələkum və rəsuluhu vəl-mu'minun. Sizin əməllərinizi baxanlar var, görənlər var. Kimdir? Allah, Peyğəmbər vəl-mu'minun, möminlər. Kimdirsə xüsusi adamlardır. Kimdir onlar? Onlar xüsusi adamlardır. Sıravi möminlər deyil. Sıravi möminlər deyil. Başqa ayədə buyurur, onlar müqərrəblərdir. Yəşhəduhul müqərrəbun. Deyir, əbrarların əməllərinə, namə dəftərinə, namə əməlinə müqərrəblər müşahidə edir, baxır. Deməli, bu möminlər kimdirsə müqərrəblərdir. Bu müqərrəblər kimdir? Allah Vaqiə surəsində bölür 3 qrupa. Əs-sabiqun və s-sabiqun, uləikəl müqərrəbun. O müqərrəblər kimdir? Onlar sibqət edənlərdir, öndə olanlardır. Yaxşı əməldə həmişə qabaqdadır. Əmir-ül-Mömin haradaydı? Birinci iman gətirən odur.
Döyüşlərdə odur, bütün çətinliklərdə odur. Və o möminlər kimdir? Hədisdə var, iman əhlidir. Deməli, o iman əhli şəfaət eləyər, əmir-ül-müminin şəfaət eləyər, Peyğəmbər şəfaət eləyər və hətta əgər bir insan gəlib çatsa yəqin mərhələsinə, Quran-ı Kərim nə deyir? لَوْ تَعْلَمُونَ إِلْمَ الْيَقِينَ لَتَرَوُنَّ الْجَحِيمِ Əgər yəqin əhli olsa, cəhənnəmi müşahidə eləyərsiniz. Haqqı, həqiqəti müşahidə edirsiniz. Yəni, bir qrup alimlər hətta gəlib çata bilər bir yerə ki, müşahidə eləsin. Yəni, bir şəxs şəfaət eləməyi qüdrətinə malik. Quran ayələridir. Mən kənara çıxmadım, baxın. Bu Qurandır, Quran. Bu Quran məarifidir. Şəfaətin eləyər bəzi kəslər. Davam edeyim. Az qalır vaxtımız. Bu mövzular qalır. Ürəyim də sıxılır ki, bunlar qalmasın istəmirəm. Baxın. Görün, dördüncü, kimlərə şəfaət eləyərlər? Ona qədər Allah Teala deyir Quranda. Bir yax dedim, kim şəfaət eləyər? Düz, indirəm, kimlərə şəfaət eləyərlər? Allah görə deyir, və la yəşfəun illa limən irtəza. Gələk, biraz razı qalım o kəslərdən ki, nəsə bir xüsusiyyəti olsun, nəsə bir əməli olsun, nəsə olsun ki, razı qalım ondan müəyyən qədər, narazılığın da var müəyyən əməllərinə, sən onu şəfaət eləyəsən. Deməli, şəfaət olmanın da xüsusiyyəti var. 5. Kimlərə şəfaət edilməz? Bəzi insanlara şəfaət edilməz. Ayə baxın. Fi cənnatin yətəsəəlun. Cənnət əhli oturub söhbətləşirlər. Allah bizə nəsib eləsin. Amin. Ənələ mücrimin. Günahkarlar haqqında danışırlar. Sonra onlara deyirlər, orada olan və cəhənnəm əhlində olanlara, ma sələkəkum fi səqar. Cəhənnəmdə nə işiniz? Adam cəhənnəmə gedər. Burada nə gəzirsiniz? Orada nə gəzirsiniz? Cənnət əhli oradakılara deyir. Orada nə gəzirsiniz? Görünən budur ki, çəkiblər pərdən o tərəfi göstərirlər bunlara. Maraqlı aləmdir. Qalu ləm nəku minəl musallin. Bir 4 dənə xüsusiyyət deyirlər. Ləm nəku minəl musallin. Səlat, namaz. Biz Allahla ünsiyyət qurmadıq. Təkcə bu deyil amma. Davamına bax. Və ləm nəku nut'imul miskin. Biz miskinləri, fəqirləri yedirtmədik. Paylaşmadıq. Və kunna nəxuzu mə'al xaizin. Hər pis və bihudə iş harda var idisə, harda pislər var idisə, olan yanında yer aldıq. Harda xarab varsa, getdi onun yanında oturduq. 3. Kunna nukəzzib biyevmiddin. Qiyaməti də dandıq. Boş söhbətdə oradan gələn var. Hətta atanəl yəqin o qədər dandıq ki, ölənə qədər dandıq. Öləndə ayıldıq ki, yox, qiyamət var imiş. Ayən davamına baxın. Fəmə tənfəuhumus şəfaətuş şafin. Sizə şəfaət olmayacaq. Olmayacaq belə insan. Nə Allahla ünsiyyət qurur, nə cəmiyyətə yanır, bəşəriyyətə yanmır. Rəhmisi ölüb, zülm eləyər. Bəşəriyyətə qənim kesilib. Yaxşı. Harda pis var oradadır, harda pislik var oradadır, harda şərr insan var onun yanında yer alıb. Yaxşı. Və qiyamətdə deyib, boş söhbətdir. Allah deyir, hə, belə deyirsən, yaxşı. Və ma tənfəuhum şəfaətuş şafin. Belə insana şəfaət var, şəfaət yoxdur. Kitabı bağlandı. Kitab bağlandı, əhsən. 6-cı ayələrdə, axırıncı. Allah Quranda buyurur ki, harda şəfaət varsa, yekunda şafi olan Allaha qayıdır. Ayə baxın. Qul lillahi əş-şəfaət cəmiən. Qul lillahi, Allaha məxsus nə? Əş-şəfaət cəmiən. Bütün şəfaətlər kimə məxsusdur? Mənə. Mən izin vermişəm Peyğəmbərə. Mən izin vermişəm əmir-ül-mümininə. Onlar məndən alıb izni. Onlar mənim məzhər, şəfi adımın məzhəridirlər. Yaxşı. Mən izin verməsəm, məgər olar şəfaət edə bilər. Ayə nə deyildi? Ayətül Kürsü. Mən zəlləzi yəşfəu indah illa biznihi. Mən izin verməsəm, kimsə şəfaət edə bilər. Bu, axırıncı sözüm bugünkü. Yaxşı, axı siz bilirsiniz Allahın adlarından biri nədir? Şəfiə və şafi. Baxın, siz şimdi ərəb dilini bilirsiniz, izləyicilər ola bilsin. Biz şafi deyəndə şəfa verəni deyirik. Quranda bir şəfəyə var, şəfa verən. Bir də var şəfəə, əyindən. Şəfaət əyindən olandır. Mən şafidən, o şafidən danışmıram, ha? Mən şəfiədən danışıram. Şəfaət eləyəndən danışıram. Allahın bir adı şafidir, o yı ilə olan şəfəyə. Bir də var şəfiə. Mən ondan danışıram, o ad qaldı, onu hələ çatdıra bilməmişik.
Coşan Kəbirdə keçir, ya şafi', ya şəfi'. Yəni nə? Ey şəfaət edən, Allahın adıdır. Aha. Axı biz şəfaətdə nə dedik? Burada bir incə məqam var, bunu deməliyəm. Biz dedik, şəfaətdə bir nəfər keçir bir günahkara görə, indi onun müəyyən əməlləri var, ibadəti var, cəmiyyətə yanır, indi amma zəif tərəfləri var, biraz pis əməlləri də var. Girir meydana, girir ortaya, Allah onun hörmətinə o birisini də qəbul edir. Elə bir ki, bir nəfərlə ünsiyyəti pozulub, amma bilir ki, bir şəxs var, bu onu çox istəyir. Deyik, gedə bilərik səndən onun qapısına. Deyik, gedək. Bu gəlir qapını döyür, açır, görür ki, bu, o da bunun yanında. İndi deyə bilməz axı, sən gir o qalsın. Buna ehtiramsızlıq olar. Deyik, daha keç nükürüz də bu tərəfə. Deməli, şəfaət eləyən girdi ortaya. Ortada girdi o şəxsi Allaha neynədi? Çatdırdı. İstər dünya, istər axirət. Şəfaət yalnız axirətə aiddir. Yaxşı, bir sual çıxmır ki, sizə Allah şəfidir, kim ortaya girdi? Allah özü ortaya girdi. Nə deməkdir bu? Cavab. Baxın, bilirik ki, Allah ədalətlidir. Şək var? Yoxdur. Heç kəsə zülm eləməz. Mən deyə düşünün, xahiş eləm. Allah ədalətlidir, ədalətlidir. Heç kəsə zülm eləməz. Düz. Yaxşı, əgər Allah ədalətlidir, heç kəsə zülm eləməz, əgər Allahın ədalətinə qalsa, Allah adil ismi ilə insanlarla davransa, insanları sorğu-suala çəksə, istər dünyada və istər axirətdə ədaləti ilə bizdən davransa, adil ismi ilə bizdən davransa nə olar? İnsanların çoxsunun vəziyyəti xarabdır. Ədalətinə qalsa, evi yıxıldı çoxsunun. Düz? Nə deyərik Allah? Ona görə nə deyirik? Aminlə bi fəzlikə və la tuaminlə bi ədlikə. Nə olar? Bizlə ədalətinlə davranma. Məndən mərhəmətinlə davran deyirik. Deməli, biz bilirik Allah adildir, ədalətlidir. Adil ismi ilə girsə səhnəyə, həm dünyada evimiz yıxıldı, həm axirətdə. Çoxlarımızın. Burada kim girir ortaya bəs? Burada Ərhəmur Rahimin girir ortaya. Keçir ortaya. Tutur insanların əlindən, onları vəziyyətdən çıxardır. Həm dünya, həm axirət. Çıxardır vəziyyətdən, yəni şəfaət edir. Bir sözlə, Ərhəmur Rahimin Şəfi adı ilə, Şafi adı ilə özünü göstərir. Düzdür, Allah adildir. Ədalətinə qalsa, yaxşı yerdir. Amma ortaya kim girdi? Allahın başqa ismi girdi. Hansı isim? Ərhəmur Rahimin girdi. Ərhəmur Rahimin girdi, Şafi siması ilə təzahür elədi, çıxartdı onu oradan, apardı hara lazımdırsa çatdırdı ora. Xülasə bir sözlə Ərhəmur Rahimin Şafi adı ilə özünü göstərdi. Bu söz qiyamət günü bəzi insanlar olacaq ki, alimin şəfaətinə düşmür ləyaqəti. İmamın peyğəmbəri də düşmür. O qədər yaxşıdır, ürək açan deyil vəziyyəti. İndi ola bilsin, yaxşı cəhətdə də olub ona görə. Çünki şəfaət zalimi olmaz, o dedim kimlər olmaz. Hədisdə var ki, şəfaəti inkar eləyənlərə olmaz. Deyir, boş şeydir ya, heç düşünmədən. Rəssalam. Ona da olmaz. Heç inatkarlıq edir, fikirləşmək istəmir. Adama bilmir, o heç istisna. Təbii ki. Yaxşı. Axı, indi bax, alim keçdi, alınmadı. Peyğəmbər, imam alınmasa, hədisə baxın. Axiru mən yəşfəu Ərhəmur Rahimin. Ən axırıncı şəfaət eləyən Ərhəmur Rahimindir. Allahu Ekber. Bir dənə də Coşanı Kəbirdən oxuyuram. Ya əşfə'əş şafiin. Ey gözəl şəfaət eləyən. Ey gözəl şafi. Bitirdim. Mən zəlləzi yəşfə indah illa bizni. Sən izin verməsən kim şəfaət eləyər ki? Ya şəfiə, ya şafiə. Sənin şəfaətvə ehtiyacımız var. Həm dünya, həm axirət. Sən izin versən, bizə şəfaət eləyərlər. Sən öz şəfi adından bizə neyinə? Lütf elə və şəfaət elə. Bu da Ayətül Kürsünün bu hissəsi. Gözəl. İnşallah ki, davam edərik. Allah nəsib edəsin. Çox təşəkkür edirəm Hacı. Həqiqətən möhtəşəm idi, mükəmməl idi, var olasınız. Çox sağ ol. Səhərin bu çağında belə qəlblərə su çiləməkdir bu. Mənəvi bir qidadır da. Ruhun o qədər ehtiyacı var, o qədər insanlar var, təşəkkür edirlər. Nəyə görə təşəkkür eləsinlər? Yəni, həqiqətən də rahatlıq tapırlar.
həqiqətən məlumatlanırlar və xeyrin görürlər. Ruhi cəhətdən də xeyrin görürlər və ona görə təşəkkür edirlər. Yoxsa ki, öz-özlüyündə nəyə görə təşəkkür etsinlər də. Yəni, onun xeyrin görürlər, faydasını görürlər. Həqiqətən də möhtəşəmdir bu. Allah bunu ömrünüzə bərəkət versin ki, bax, bu mətləbləri belə bir gözəl şəkildə insanlara çatdırırsınız, Hacı, var olasınız. Çox sağ olun, təşəkkür. İcazə versəz, keçək suallara. Bizim əzizlərimiz də suallar göndəriblər. Salam dəyərli hacılar, bəzən deyirlər ki, gecikmiş duaların qəbulunda böyük hikmət var. Bu hikmət nədir və biz bunu necə anlaya bilərik? Allah razı olsun. Çox sağ olun, Allah sizdən razı olsun. Hikmət, yəni orada nəsə var ki, mən bilmirəm. Bəzi mövzular bizə açılır zaman keçəndən sonra. Və hətta öz praktik həyatımızda da, yəni ki, siz də müşahidə eləmişsiniz bizdə. Bəzən biz gedişata baxırıq, adama sanki qıraqdan təsadüflər görsənir. Amma zaman keçdi, görsən ki, bunlar təsadüf görür, bunlar o puzzle-ın bir hissəsidir də. Yəni, belə deyək, hamısı gəlir, yerini tutur. Və belə olmalı idi ki, belə olsun. Adam görsən bir nəfərlə tanış olur, o tanış olduğu adam səni bir nəfərə çatdırır ki, sən o bir nəfərə yetişməyəcəkdin, bunu tanımasaydın. Sonra görsən ki, o da sənin həyatında bir dənə elə bir rol olur ki, adam bunları oturub fikirləşəndə görsən ki, orada hikmət var. Hikmət əsasında da, plan əsasında da. Bu bir. Hikmət bəzi vaxtlar bu ola bilər ki, gecikməsi sənin, dünən deyirsən, bəlkə də dedim bunu, bəndəçiliyi dinləyir, daha da təkmilləşdirir. Çünki insan çox istəyir, çox yalvarır, çox qapısına gedir, diqqətlidir artıq özünə ki, bir dənə hacətimi alım, Allah səni bəndə kimi təkmilləşdirir. Hikmət bu ola bilər ki, bəzən verməməlidir, indi versə ziyan eləyər. Məsələn, baxın, bəzi vaxtlar həkimə gəlirsən, həkim deyir ki, sənə indi filan yeməyi yeyə bilmərsən. Sonra bir müalicə yazandan sonra deyir, hə, indi daha o qidanı qəbul edə bilərsən. İndi bu demək deyir, o gün səhv demişdi, bu gün düzdür. O gün bunu deməli idi, bu gün bunu etməli idi. İndi onun zamanıdır, dünən o birisinin zamanı idi. Bəzi hacətlər də var, Allah mən istəyirəm vermir. Hikmət budur ki, mən o səlahiyyətə yetişməliyəm. Mənim o neyməti alma potensialım olmalıdır. Belə deyək də, onu qəbullana bilməliyəm. Götürə bilmək üçün gücüm olmalıdır, qüdrətim olmalıdır. Və qüdrətim də gələk, mənim ibadətimdən o qədər yalvarım, yaxarım ki, kontaktım yaransın, ruhən mənəvi qüdrət əldə edeyim ki, onu götürəndə neynəməyim, çırpılmayayım yerə. Adam var, ona biraz verən ki, maddiyyatı nə baş verdi? Misal üçün, artıq fironluq eləyir, artıq belə deyək də, üsyan eləyir. Amma çətin alır, məsələn, zamanla alır, yalvara, hiss edir ki, bu nələ Allah verdi və o hiss qala onda başlayır daha yaxşı sərf eləməyə, düzgün yerlərə sərf eləməyə. İkinci cavab bu oldu ki, Allah səni o verəcəyini gecikdirməklə hazırlayır ki, səlahiyyətin olsun, onu götürə biləsən.